Uşaqlar bildiyiniz kimi yay fəsli gəlib, gözəl vaxtlardır. Yəni meyvə, tərəvəzin vaxtlarıdır, belə necə aromatlı, fresh şeylərin vaxtlarıdır. Ona görə bugünkü seçdiyim yemək həm toyuğumuz limonludur, həm də ki bizim fimiz limonludur. Ki insan iştahını açsın, həm də ki restoranlar yazı saxlayır, mövsümə görə yeməklər yazır. Zaten elə yeməklər var ki, standart qış yeməyi, yay yeməyi fərqi yoxdur, gedir. Amma elə yeməklər var ki, mövsümə görə yazırsan. Misal üçün, ən azından mövsüm meyvələri, tərəvəzləri, hamısı bunlar fikri verilməlidir. Balıq, misal üçün, yayda getmir, qışda gedir, filan şeylər, hamısı bunlar şərtdir. Sən pitini, xəngəli yayda sata bilməsən axı, hər yeməyin öz vaxtı var. Ona görə belə şeylər, bu cür aromatlı şeylər, fresh şeylər yayda çox gedir. Biraz limon suyu vurdıq. Qorxmayın, əlizi qorxurun limonlar. Salat qablarını gətirin. Çəkirsən əmi? Bunlar oradan çıxdı. Təzə gəlir. Tamam, qoy. Qab var başqa. Çeri pomidor. Gül gətir onu 2-4 dənə. Yağa düşür. Yavaş karıştır. Nəsə düşdü yerə. Haycan gözlə. Salam. Çox sağ olun.